Bəli, biz dinləyən hər kəs salamlayıram. Qarşınızda mənəm Məmmədov Tural və qismət olsa bugün alqoritm qurmağa aid olan sualları işləyəcəyik. İlk sualımız budur ki, hər hansı bir ifadəni n dəfə çap eləmək üçün nə etməliyəm? Ayten, bunun üçün mənə n dəfə təkrarlanan nəyə ehtiyacım var? Dövrə ehtiyacım var. Məsələn, mən bunu Python kodundan yazsaydım, nə edərdim? N-i daxil eləyərdim int inputuna. Sonra deyərdim ki, for i in range hardan hara qədər? Sıfırdan n-ə qədər. Çünki sıfırdan n-ə qədər n-in özünü almır. N-1'ə qədər gəlir. Əvvəldə bir dənə sıfır var. Ümidin neçə ədəd oldu? N dənə ədəd oldu. Hər dəfəsində nəyi çap eləsin? Print. İndi n-i desəm n-i, bura yazsam ki, məsələn, informatika, onda nəyi çap eləyəcək? İnformatikanı neçə dəfə çap eləyəcək? N dəfə. Niyə? Çünki dövr nə qədər təkrarlanır? N dəfə. Deməli, algoritm də eyni şeydir. Mənim n dəfə təkrarlanan bir dövr qurmağıma ehtiyac var. Yenə eyni şeydir. N-i daxil eləyirəm klaviaturadan. Daxil elədim. Başlanğıc bloku aydındır ki, var, onu çəkmirəm. N-i daxil eləyəndən sonra mən dövr qurmaq istəyirəmsə, dövrün bir başlanğıc qiyməti olmalıdır. Burada neçədən başlayıb? Sıfırdan. Mən də sıfırdan başladım. Amma bu algoritmdir. Algoritmdə birdən də başlaya bilərəm. Deyəcəm niyəsini. I bərabərdə elə birdən başladıram. Özümü çaşdırmayayım. Vermişəm də. Sonra bir dənə şərt blok qoyuram. Dövr belə bir şey yazılır. I, sən dəftəri bitirmirsən, hə? Algoritm qurduğumuz algoritmlər haradadır? I, o getdə qurduğumuzlar. Nə hoca başlaşmışsan da? I kiçikdir n olsa, i birdən başlayıb n-in özünə qədər qiymət alanda n-1-dən alır. Ona görə n-in özünü də alsın deyə burada bir dənə qoyuram. Bərabəri qoyuram ki, birdən başlasın, neçə dəfə təkrarlansın? N dəfə. Hər dəfə hansı söz çapa verəm indi? İnformatika sözü. İnformatika sözünü çap eləmək üçün hansı blok lazım mənə? Çap bloku. Çap bloku çəkirəm. İçinə nə yazıram? Info. İndi bura informatika yazsın, informatikanı çap edir. Zabit yazsın, zabit çap edir. Fərqi yox. Dırnaqda yazsın daha yaxşıdır. Bəli, dırnaqda hər ehtimala biz Python xassələrini gözləməliyik. I bərabərdir və 1 byte artmalıdır ki, i birdən arta gəlib ən axırda n-ə çata bilsin. Yoxsa çata bilməyəcək. Sanki burada zaten mən sıfırdan başladıb n-ə qədər gedəndə özü neçə artırırdı? 1 artırdı. Mən demək. Eyni şeydir. Sonra qaytarıram bunu bura. Burada bir dənə hə qoyuram. Yox, bu şərt yox olanda, yəni ki, i artıb n+1 olanda şərt nə eləməyəcək? Ödənməyəcək və nəyə gedəcəm? Çıxışa. Çıxışa da gələcəm son blokuna. Çünki mən onsuz da, bəli. Orada i-yə 0 verib, o i bərabərdir i+1-i şərt blokundan əvvələ keçirdə bilərik. Niyə özümüzü çaşdırmaq istəyirik? Bax, sən deyən qaydada eləmək üçün bir düşünmək lazım. Yaxşı, sən deyirsən ki, 0 bura verim. Yaxşı, onda birinci gəlib burada çap olunacaq. 1 olanda gəldi çap olundu. 2 olanda çap olundu. İndi tutaq ki, n-1 oldu. Düzdürmü burada? n-1 oldu. n-1 oldu. n-1-də gəldi çap olundu. 1 byte artdı oldu. N şərti ödədi. Bəli, olar. Aydındır. Amma sən belə yaz. Taşarsan. Ən realı budur. Birinci belə sonra artır. Çünki konkret mən bilim ki, n-dən artacaq. Orada diqqətli olmaq lazım. Başa düşdün aytən sağ ol. Nə? i dəyişəndir. Bax, burada i-nin nə deməkdir? Sıfırdan başqa i-nə kimi qiyməti alınır. İndi burada da başlanğıc qiyməti i-nin nədir? 1-dir. Çünki sıfırdan başlasa, n-də daxil olmaqla qiymət alsın, neçədən qiymət olacaq? n+1 dəfə. Məsələn, 5 versəm 6 dəfə çap edəcək. Başa düşdün? Ya da bunu sıfırdan başladı. Burada nəyi silməliydin? Bərabərdir, silməliydin. Belə düzdür. Yenə n dəfə çap edəcək. Ya bərabərdir qoy, 1-dən başlat, ya da 0-dan başlat, bərabərdir, qoyma. Eyni şeydir. 0-dan 5-ə kimi insan dəfə var. 6. Asıl. 5 daxil olmaqla 6 dənə. Deməli, 0 qoyanda 5 daxil nə eləməlidir? Olmamalıdır ki, 5 dənə. 1-dən başladığında amma 5 nə olmalıdır? Daxil olmalıdır. Başa düşdün? Çox qutardı ki. Bildin? İndi sənə deyirəm ki, necə? n kiçikdir, n-in kvadratı. Elə onda da n-in kvadratına qədər arta gedəcək, elə sayılır. İndi sualı başqa cürlə belə fırada bilər ki, eyni, bunu yaz dəftərə düz formasında yazalım. Biz indi biraz bunu oynadıq. 1-dən başladı, orada da bərabərdir qoy.
Ən qarantiyası budur. Çaşmağımız daha az olsun. Hər hansı sözü n dəfə çap edən blok sxem. Bura nə yazsam, onu n dəfə çap edir. Magnero. Sürətli ol, sürətli ol. Silah sən də çək. Çəkdim müəllim. Telefon. İndi deyirəm ki, bax bunun daxilindən istifadə edəcəm. Deyirəm ki, klaviaturadan daxil edilmiş ixtiyari n dənə ədədin cəmini tapan blok sxem. İndi bax, diqqətlə düşünək. Əgər mənə ixtiyari n ədədin cəmi deyirsə, deməli mən cəmi nəyini daxil eləməliyəm əvvəldə? Başlanğıc qiymətini daxil etməliyəm. Çünki nəyəsə cəmin üzərində gəlməliyəm, yoxsa yox? Bəli, S bərabərdir 0 daxil etməliyəm. Yəni, n dənə ədəd dediyimdə n-i daxil elədim. S-i başladıram 0-dan. Yenə birdən n-ə getmək üçün mənim nəyə ihtiyacım var? I dəyişən. I-yə verirəm 1. Klaviaturadan daxil edilmiş n ixtiyari ədədin cəmi. Belə yazandan sonra yenə mənə dövrü neçə dəfə təkrarlamaq lazımdır? N dəfə təkrarlamaq lazımdır ki, n dəfə də ədəd daxil edin. N dəfə təkrarlamaq üçün nə yazmalıyım şərt blokuna? I bərabərdir neçə? Daha doğrusu I kiçikdir bərabərdir nə? N yazmalıyım. Bu eyni şeydə həmişə dəyişmir demək olar bu. 90% elə burada I kiçikdir bərabərdir N olacaq. İndi sualdan asılı olaraq təbii ki, biraz dəyişə bilər. İndi I kiçikdir bərabərdir N dedim. Hər dəfəsində bayaq nə edirdim? İnformasiyanı çap edirdim. İndi bir dənə nə daxil eləməliyəm? O ədədlər. Əvvəlcə bir dənə ədəd daxil eləməliyəm dövrün içində. Sonra ədədləri nə etməliyəm? Toplamalıyam. Ədədimiz nə olsun məsələn? X olsun. Deməli, nəyi daxil eləyəcəm? X-i necə daxil eləyəcəm? Daxil etmə blokun içində nə yazacağım? X. Sonra həmin X-i nəyin üzərində gəlməliyəm? Cəmləmə üçün. Cəmləmə dəyişəni məndə nədir? S-dir. Deməli, S bərabərdir nəyə aidən? H üstə gəlsin X-ə. Beləliklə də i-ilə neçə fayda artırmaq lazımdır yenə? Dövr olsun deyə. I nə qədər artmalıdır? 1 var. I bərabərdir I plus 1. Sadə get. Gəlir bura. Yenə burada həsini yoxsun qoyursan. Hə? Burada yox. Çünki mən dedim ki, ixtiyari n dənə ədədin nəyi? Cəmi. Deməli, o ədədləri hər dəfə daxil edildikdən sonra nəyin üzərində gəlməlidir ki, onun cəmini tala bilsin? Hər hansı bir dəyişən, o dəyişənə nə demişəm? S demişəm. Yəni, hər dəfə x-ləri daxil edəcəyini istəyən x-i daxil edəcək. N dənə. Çünki dövr neçə dəfə təkrarlanır? N dəfə təkrarlanır. Hər dəfə dövr gəlir, buradan keçir, bir dənə x-i daxil edir. O x-i nəyin üzərinə daxil edir? S-in üzərinə əlavə edir. Sonra da bir vaid artır. Beləliklə, n-dən x daxil elədi. Müxtəlif x-lər. Bir dəfə 1 ola bilər, bir dəfə 2 ola bilər. Sən neçə daxil etsən olar. İndi mənə ən axırda cəm lazımsa nə hesaba verməliyəm? S-i. Hesab eləmə bloku hansıdır? Elə bu. Parallelogram içində nə yazacağım? S. Ədəd orta desəydi, mən cəmi nəyə bölməliyəm? Sayına. Say məndən istənədir. N dənə. Əgər ədəd ortanı istəsəydi, belə yazardım. Deyərdim ki, ort, yəni orta deməkdir bu, bərabərdir. S bölünsün nə? Print. Nə? Ort. Başa düşdün? Sirat başa düşdün sən də? Bəli. Düşməyib amma düşə bilər. O, N informasiyanı N dəfə çap eləməyə düşüb amma. İlk qəbula düşmüşdür. Ən birinci qəbula. Ort. Söv. Bu da oldu onların ədəd ortası. İndi bunu bilərək həndəsi ortanı tapan Python kodunu deməyəcəm. Belə blok sxem qur. Klaviaturadan daxil edilmiş en ixtiyari ədədin həndəsi ortasını tapan blok sxem qurun. Həndəsi orta bilsin nədir? Yox. En ixtiyari ədədin həndəsi ortasını tapan blok sxem qurun. Qurun, qaydıram.
Sürət diqqətli ol, sən də qur. Sən başa düşdün də burada 2 ayrı sual var. Şərti yazmışdın. Harada şərti? Şərti yaz da. Klaviaturdan daxil edilmiş en ixtiyari ədədin cəmi və həndəsi ortası, ədədi ortası. Peki sən qarlamada yazırsan, bura ancaq düzü olanları yazırsan. Nə deyirsən? Sən bir qarlamada çək, bir də xəta olar. Nə? Məncə elə bu dəftərə eyf eləmə. Burada var. Ya da təzyiq göstərsən bir dənə də əzbərləyərsən orada, yaxşı? Cəld ol, vaxt gedir. Silah çəkə bildin? Atdım müəllim sizə. Hə, atdın, ay sağ ol. Sən sürətdə ol. Baxıram sənin atdığına, görüm necədir vəziyyət orada. Hansını da ayıq müəllim? En ixtiyari ədədin həndəsi ortasının tapılmasında. Bax. Dostum. Axı sən ixtiyari ədədi daxil eləmədin, x-i daxil eləmədin. Sirar. X-i Sən sadəcə A-nı 1-ə vura-vura getmirsən. Cavab da eləyəcək A. Heç A-nı da daxil eləməmişsən. Doğru deyil. Bu həndəsi ortadır səncə? S bu ədədlərin hasilidir. Həndəsi ortası bəs necə tapılır? Neynəməlisən buna? Neçənci dərəcədən bu kök almalısan? Vur 2 nə? Neçənci dərəcədən? N-ci dərəcədən kök almalısan. Həndəsi orta nə deməkdir? Bir-birinə vur, sonra n-ci dərəcədən kök al. Deməli, mənə həndəsi ortanı tapmaq üçün en ixtiyari ədədi daxil elədikdən sonra onların hasilini tapmaq lazımdır. Dəqiq gözlə, bax, diqqətin burada olsun. Və bunun üçün də S hasil olmalıdır. Hasil dəyişən həmişə 1-dən başlayır. Çünki hasil 0-dan başlaya bilməz. Hər dəfədə S-i X-ə vururam və beləliklə S bütün X-lərin hasilidir. Ondan sonra S burada bütün yenə X-lərin hasili, yəni klaviaturadan daxil edilmiş en ixtiyari ədədin hasilini tapdı. Amma mənə bunların həndəsi ortası lazımdırsa, mən bunu belə eləyəcəm. S-i neçənci dərəcədən kökə salacam? N-ci dərəcədən kökə salacam. Yəni bunu belə də yazmaq olar. N-ci dərəcədən kök altında S. Başa düşdün? Yaz dəftərdə. Silah, sən də səhvi başa düşdün? Bəli, müəllim. Güzel. Düz formasını sən şərtlə birlikdə yaz. Mən necə yazmışam? İmtahanda belə yazma. Ha, indi. Amma ədəd orta istəsə, lazım. Sən orta istəsə bu tərəf. Bildin nə demək istəyirəm? Yox. Hadi orada vurmadı zaten. Ben ne yazmışım? Ben ne desene? Əgər sənə desə ki, klaviaturadan daxil edilmiş en ixtiyari ədədin hasili, onda ancaq bunu yazarsan. Bu olmayacaq. Yəni hasil desə burada S-dir də, çapa gedən başa düşdün? Amma həndəsi ortası desə, onda gələcəksən burada bunu tapacaqsan. Orta bərabərdir. N-ci dərəcədən S, sonra da orta. Sürət yazın, digər suala keçirik. Bir ədəd orta sual var idi. Bunu ələ elədik. İndi sual belədir. Çox sadə bir sual. Sadəyə keçirik çətin. Deyir ki, klaviaturadan daxil edilmiş 3 ədədin. Mən 3 ədəd demirəm, n ədəd deyirəm. Çünki 3 ədəd desə elə dalbada 3 ədəd daxil eləyərsə. Yaxşı, gəlin birinci 3 ədəddən başlayaq. Klaviaturadan daxil edilmiş 3 ədədin həndəsi ortasını ədədi ortası ilə cəmləyən və çapa verən
Blok simvolu. Klaviaturadan daxil edilən 3 ədədin həndəsi ortasını, ədədi ortasını hesab edən blok simvolu. 3 dənə daxil edilən aslında. A, B, C. Həndəsi ortasını tapmağı bilirsən, ədədi ortasını tapmağı bilirsən, vurmağı da bilirsən. Zaten suala böyük baxma. Sualı hissə-hissələrə böl. Mən nə etməliyəm? 3 dənə də daxil edəm. Daxil elə. Mən nə etməliyəm? Bunların ədədi ortasını tapmalıyım. Necə tapa bilərəm? Bəllidir. Nə etməliyəm? Həndəsi ortanı tapmalıyım. Necə tapırlar? Bəllidir. Nə etməliyəm? Bir-birinə vurmalıyım. Addım-addım bütün addımları yerinə yetirdim. Sual elə oldu. Sual bütün baxmayın. Hissə-hissə komponentlər kimi bax. Doktor. Biləm soyuq keçirir. Nədən gözləyirəm səndən? Tez göndər. Sizin qrupa daxilmişəm, fərqli qrupuna da. Tərs saatlar. O saatlara riayət eləməyə çalışın. 2 həftənin demək olar, son 2 həftənin hər günü dərsiniz olar. Demək olar yox, elə hər gün olacaq. Sən də qoşulmuşsun. Bacardın qədər. Unutmayın, siz proqramist olacaqsınız. Sizin məqsədiniz proqramist olmalıdır. Ona görə bu dəqiqə sizin informasiyadan daha önemli yox ola bilməz. Hər halda yeni informasiya müəllim olacaqsın. Yeni informasiya. Atdım müəllim. Birinci qrup hazırlaşan son informatikadan özün yaz. Bilərsən. 54 tane hesaplar. 54 tane hesaplar. Aha. Ha. Şurada en yok neçə? Neçə dənə ədəd tapıb? Şurada. Həndə sonra tane hesaplar. Ha, onların asilindən nə almalısan 3-cü dərəcədən? Kök almalısan. Şurada hərəsi bir dəyişənlə həll olsun, tutsun getsin. Düzdür. Ezan sən. Gəl dosyanı göndər. Müəllim, səsiniz zəif gəlir. Elcana deyirəm ki, o da göndərsin. Hansı müəllim? Elcan, sən balam, qulaq asmırsan dərsə mən nə danışıram? Bu necə sual? Səsiniz yaxşı gəlmir, ona görə. Niyə demirsən, bəs mənim səssiz yaxşı gəlir? Şirad yazıb səndən eyni vaxtda sualın cavabını göndəribdir. Deyirəm ki, klaviaturadan daxil edilmiş 3 ədədin əbobu deyirəm, üzr istəyirəm. Ədədi ortasını, həndəsi ortasından vurub çap edən blokdan vur. Sən cavabı bitirməli olmalıydın, hələ bilmirəm sən fikrin orada nədədir. Aysa olaydın, hə? Nə? Birinci söhbətməsin. Aha. Üçdə bir. Hə. 1/3. Kəsr xəttindən yaz, slashlə yaz. Nə bilim, kökün altına 100 dərəcədən yaz. Bu algoritmdir. Bu Python deyil ki, burada sərbəstsiz. Aysa. Uşaqlar, vaxt bitdi. Elə Siradın cavabını açıram. Sirad düz yazmışdı. Hasilini. Diqqət, bax, Aytan. Görünüzü bu. Dümdüz bu. Fikir versən. Anlı beynin zəyini daxil edib 3 ədəd demişdim. Əddə orta nədə olarım? Zəminin sayına nisbəti. 3 dənədir, 3 ədəd. Nəndə sonra nədir? Hasilinin neçənci dərəcənin kökü? 3-cü dərəcənin kökü. 3-cü dərəcənin kökü almaq elə üstü nə deməkdir? 3-də 1 deməkdir. Niyə olmur ki? Bu algoritmdir, bu Python deyil. Sonra S bərabərdir bunların nəyinə? Mən nəyi demişdim sizə? Cəminə. Cəmi
Ən altında da printer. Sonra getdi. Son. Saat çox sadə bir qoy. Yaz. Gəl. Yazan başa düşdün? Yazan. Bəli, atdım mən də. Səs başa düşür. Səs gəlir, Sirad. Yaxşıdır səs. Arada qırılır müəllim. Arada qırılır, onu da gözlə düzəldirəm. Mən elə paralel telefonda lazım olur. Bir dənə də telefon lazımdır bizə. Ya da bu kompüter dəyişmək lazımdır, amma deyəcəm. Nəysə. Tamam, səs düzəldi. Bəli. Yaxşı. Getdik. Bu sual belə. Bu növbəti sual. Baxıram dimlə. Dimin tapşırıqlarının biraz çətinləşdirilmiş formalarını verməyə çalışıram. Sonra özünüz bu asanları işləyəcəksiniz. Klaviaturadan daxil edilmiş 3 ədədi müqayisə edən blok sım qurun. Qurumsan? Klaviaturadan daxil edilmiş 3 ədədi müqayisə edib ən böyüyünü tapan blok sım qurun. Üç dəqiqə sonra yoxlayıram. Maksimum 3 dəqiqə. Yazan göndər görək. Hazırım. Oldu. Yıxacaq. Buradan yıxacaq. Deyirsən ki, A böyüksə B-dən, hə, onda ən böyük, hə, deyirsən A kiçikdir, aha, hə, onda həm də B bundan da böyüksə ən böyük B. A kiçikdir B. Göndərdim müəllim. Göndərdin? Ya, yaxşı oldu.
Sonra deyirsən ki, niyə səhv ki, bu düzdür da? Zaten əgər bax, A B-dən deyirsən ki, böyükdür. Böyük deyil, B deməli böyükdür. B əgər C-dən böyük deyilsə, onda da böyük olan hansıdır? C-dir. Böyüksə böyük olan B-dir. Düz yazırsan da. Böyük olan adı, əks halda böyük olan C. Buradan da C böyük çıxa bilər, buradan da böyük C çıxa bilər. Değil mi? Əla, bir şey. Xətti seçməsəydin göndərərdin. Sinəsi qələm deyil o. Niyə qardaşını seçməsən? 50 dənə silin qələm sifariş vermişim. Ərzə bir dənə paylaşdım. İnşallah. Pastalardan var, özləri deyil. O nə ilə siləcəksə onu bilmirəm. Uçqan pastasıdır da, silin qələm pastası. Hə, bax. Görə Elcan da fikirləşir. 3 ədəd dedim Elcan. Elcan, Əbu Bəkov nə dəxli var? Mən Əbu Bəkov istəmədim ki, sənə dedim ki, 3 ədədin ən böyüyünü tapan. Sən Əbu Bəkov yazmısan? Bu Əbu Bəkovun tapın. Tamam, yaxşı, Əbu Bəkovun tapmışsan, mən onu soruşmamışdım. Səs desin getməyim. Yığışdır. Mən dərs üçün açıram telefonu. Uşaqlar, eşitdiniz nə demək istəyirəm? Mən ən böyük, 3 ədədin ən böyüyünə dedim tapın. Demədim ki, ən böyük ortaq Müəllim bu bölünən. əvvəl atdığımdır. Yenisinə bax. Yenisi atmışsan. Ha, belə deyil də bu. Niyə demirsən bana? Baxın gör. Səsin bağlı idi. Yaxşı. Deyirsən A böyükdür B-dən. Ay sağ ol. Hə, həm də A C-dən də böyükdürsə. Yoxsa A B-dən böyükdür, düzdürmü? A C-dən də böyükdür. Deməli maksimum olan A-dır da. Bax burada bunu təzədən qurmağa nə ehtiyac var ki? B ilə C-ni də müqayisə etmişəm. Hə. Deyirsən ki, C də əgər B-dən böyükdürsə, yaxşı. Hə. Olar. Əks halda A, B, C. Yəni, nəyə baxsaq, hə, düz yazmışsın. Sən bütün burada parametrləri hesablamısan. Sonra A böyüksə B-dən, hə, yaxşı, qəbul olundu. Düzdür, amma mən sənə konkret ən böyük istəmişdim. Sən daha ətraflı suala cavab verirsən, lap yaxşı. Belə bir sual da soruşa bilərdi ki, bəs bunları artan sırayla düzülür, azalan sırayla düzülür. Onlar üçün belə eləyə bilər. Bildiniz elədi? Hə. Hə. Sanki təzədən bir də B ilə C-ni müqayisə edir, oradan çıxardır. Sirat, görüm sən necə atmışsan? Hə. Sirat bizim yola biraz daha yaxın gedir. Deyir ki, əgər A B-dən böyükdürsə, yox. Onda deməli hansı böyükdür bunların? B böyükdür, düzdürmü? Ən böyük B demək düz deyil, axı mən nə ilə müqayisə eləməmişəm onu? C ilə müqayisə eləməmişəm, onu şəklini çək göndər özün üçün. Yenə müqayisə olunubda orada müəllim. Aşağı tərəfdən müqayisə. Bəs bu qola gəlsə, onda B ilə müqayisəsi nə olacaq? Yox, orada deyir ki, A B-dən böyükdür, yox. B, onda deməli B A-dan böyükdür və həm də B C-dən böyükdür, onda Əbu ən böyük, yəni B olur da. Hə, yazmamısan axı burada. Bax, Sirat. Sən əgər burada hə yox yazmamısansa, bu düz ola bilməz. Çünki konkret hədə başqa şeydir, yoxda başqa şeydir. Amma düşünsək ki, sən bura hə yazmısan, yaxşı. Belə düşünək ki, sən bura hə yazmısan. Və deyirsən ki, A böyükdür B-dən, yox, onda deməli B böyükdür. Həm də B böyüksə C-dən, ən böyük B-dir. Tamam. Hə yazmısansa qəbul olunur. Amma belə bir blok sistem yazılışı yoxdur da. Bəs bunun yox qol hara gedəcək? Başa düşdün? Axı belə yazılışı yoxdur. Sən natamam budaqların alqoritmini Yox qolunda da C böyük olurdu onda. bəs bunu yazmalısan da, düzdürmü? Hə, yadımdan çıxır. Hətta belə olmasaq, belə yazılış stili yoxdur. Başa düşdün? Elə bilirsən ki, hər tərəfdə B-nin olmadığı halda C haqqında nəsə deməlidir. C-nin olmadığı haqqında başqa dəyişən haqqında nəsə deməlidir. Yarım baldan biraz yuxarı, belə deyim də, 3-də 2 bal verərdim, amma tam bal deyil. İndi Aytənin haqqına bax. Aytən, sən də maşallah sənə, niyə bu tərsini atmışsan? Düzünə çək.
Hə, diqqətli olun. Baxın, ən düz versiyası budur. Və konkret bizim istədiyimiz də bax, sistem buydu. Nədir burada vəziyyət? Diqqətli olsaq görərik ki, indi burada xətt çəkib xətt çəkməli deyil. Çünki bu da düzdür. A-nı B-ni daxil elədi mi? Elədi. Deyir ki, əgər A B-dən kiçikdirsə, hə, onda deməli böyük olan hansıdır? B-dir. Əgər indi bir də deyir ki, B C-dən də böyüksə, deməli ən böyük olan artıq B-dir. Düzdür. Əks halda burada B C-dən böyük deyilsə, deməli böyük olan C-dir. Ən böyük C. İndi bu bir tərəfə gəlir. Tutaq ki, burada bu şərt yox olmuşdur. Yəni A B-dən kiçik deyil. Onda deməli A B-dən böyükdür. Əgər indi A C-dən də böyükdürsə, ən böyük A-dır. Əks halda ən böyük C-dir. Və gördünüz, bütün hallarda ən böyük çıxardan bizim blok sistemimiz artıq bizim əlimizdə var. Və heç yerdə ilişməyəcək. Həmişə bizə cavabı verəcək. Sadəcə burada nə eksikdir? Əlbəttə. Ox işarələri qoyun. Taxsalar da, taxmasalar da, ox işarəsinin istiqaməti çox işarədir. Ox işarələrini qoyun, həmişə. Bunun altından bir dənə belə düz xətt çəkirsən ki, bu hamısı bu düz xəttə gəlir, düz xəttdən də bu bura gəlir. Getdik. Növbəti sual. Bunu. Deyir ki, klaviaturadan daxil edilən ixtiyarlı 10 ədədin cəmini hesablayın. Zaten biz bunu bayaq yazmışıq. Girişə verilən 2 natural ədədin əbobunu hesablayan algoritmi blok sistemlə qurun. Əbobu artıq qurmuşuq. Keçən dəfədəsin. Qura bilsən əbobu? Qura bilmirsən. Onda görə inşallah keçən dəfədən yavızda qalıbmı? Heç kim dəftərinə baxmadan, özü müstəqil olaraq eyni kodun daxilində həm əbobu tapan, həm əkobu tapan blok sistem qurur. Yəni bir blok sistem qurun, əbobu tapsın, əkobu tapsın və onların bir-birinə nisbətini tapsın. İndi hasilini tapın desəm, deyəcəksiniz ki, onlar bir-birinin hasilini olsa ədədlərin hasilinə bərabərdir, aynən beyin. Ona görə asan da olacaq. Öyle demirəm. Nisbətini deyirəm tapın. Əbobu, əkobu əbobu verir. Belə, qısa belə deyim. Heç bir riyazi üsulundan istifadə eləmədim. Əbobu, əkobu bölən blok sistem qurun. Əbobu çıxma üsulunu bilirsən, etkilik üsulu. İki ədədi müqayisə edirsən. Əgər A B-dən böyüksə, A-dan B-dən çıxırsan. B A-dan böyüksə, B-dən A çıxırsan. Bu nə vaxt daxil edirsən? Ola bir-birinə olana qədər. Bərabər olana qədər. Və nə qədər ki A B-dən fərqlidir, dövr davam edir, yaz. Sonra birinci şərt blokuna gəl. A fərqlidir B-dən. Videonu izləyənlər də bunu özləri üçün yazsınlar. İzləmək üçün izləməyin gəsər videonu. Elə izləyin ki, sanki siz o dərsdəsiz. Gönderdim. Hə, yaxşı yazdım, baxacam. Son 1 dəqiqə yarım falan qalıb, cəlb olun, hamını yazsın. Nə vaxt bu şəkildə edəcək? Bunlar bir-birindən olmur. Bərabər olur. Yəni, bərabər olduğu nə olmuş olur? Hər hansı biri. Əbob. Əbob bərabərliyə A ya da E. Əbob.
Çok nisbət olacaq. Çok tamam. Belə bir düstur var. A vurulsun B bərabərdir. Əbob AB vurulsun Əkob AB. Bunları belə düstur. Mən buradan hansıları bilirəm? A-nı bilirəm, B-ni bilirəm. Əbob AB-ni də bilirəm. Deməli, Əkob tapmaq üçün neyirəm? Aynen B-nin hansını bölərəm. Əkob AB-yə. Amma mənə AB-nin hansı qiymət lazım? Ən əvvəlki yoxsa arxadakı qiymətlər? Ən əvvəlki ilkin qiymətlər var. Çünki onların son qiymətləri olsun, mən nəyimə bərabər edim? Əbon bərabər edim. Ona görə dövrün əvvəlində bir dənə buradan yazıram ki, hesablama blokunu C bərabərdir nəyə? A vurulsun B-yə. Şimdi buradan Əkobu tapmada nə edəcəm? Burada yanlış. Böyle alttan yazayım. Buradan şimdi çıxmaq gerekiyor. Əkob nəyə bərabərdir? Əbob bərabərdir. A-ya və yaxud da B-yə. Belə olacaq. Bərabər də yazılsın, nə üçün yazmaz? Əbob bərabərdir ya A ya B. Əkob nəyə bərabərdir? Hə? A da yapabilir. Dostlar nə oldu? Dövrünün A B'ye bərabər olan. Bərabər çəksin A-ya, sən B-yə. Şimdi Əkobu necə tapacaq? A bu B məndə nədir? Neyini böləcəm? Əbob. Bir də mənə nə lazım idi? Hər hansı bir T bərabərdir. Əbobun nəyi? Əkobun Əboba nisbəti. Əkob böl Əbob. Print. Allogramın içində nə? Təbii ki, sən bunları belə gətirib altalı sərgən yazmalıyım. Söhbəti uzatma.